Qəlblər Allah Teala'nın əlindədir. Əgər Allah Teala sənin qəlbini İslam'a açıbsa, oraya hidayət yerləşdiribsə, insan bunu dəyərləndirməlidir. Yəni bunu qiymətləndirməlidir. Bunu qorumağa çalışmalıdır. Necə ki Allah Teala buyurur: "Vastamsik billezî uhiye ileyk." Yəni sənə olunan vəhiydən möhkəm yapış. Əgər insan möhkəm yapışarsa, onu dəyərləndirərsə, yəni o nemətin davamlı olmasına, qalmasına səbəb olar. Əgər insan biganə yanaşarsa və bu nemətdə digər nemətlər aradan qalxdığı kimi o da aradan qalxır. Yəni kimsə düşünməsin ki, yəni mən gəlmişəmsə bu yol problem deyil, mən bu yol asanlıqla davam edəcəyəm. Deməli digər nemətlər şükür olunmadığı zaman aradan qalxdığı kimi eyni ilə hidayət neməti də aradan qalxır. Yəni insanlar hidayətə gəlir. Eləsi var bu yolun başlanğıcında dayanır. Eləsi var bu yolu yarıya qədər davam etdirir. Eləsi də var bu yolu axıra qədər davam etdirir. Ona görə də çalışmalıyıq ki, yəni hidayətə gəldikdən sonra yəni bu yolu davam etdirək. Hətta bəzən olur ki, başqaları gəlir, yəni bizi qabaqlayır. Yəni bu karvanın, hidayət karvanının yəni önündə gedənlərdən olmağa çalışaq. Və bundan sonra insan bunun qiymətini bilərsə, yəni hidayət neməti necə əzəmətli nemətdir. Yəni dünyada buna bərabər başqa bir nemət ola bilməz. Bunu bildikdən sonra bunu qorumalıdır. Əgər insan qorumursa, onun ağlının naqisliyinə dəlalət edir. Çünki ağıllı insanların adətindəndir ki, ağıllı insanlar bir şeyin qiymətini bildiyi zaman onu dəyərləndirirlər, qoruyurlar. Və nemətlər içərisində ən əzəmətli, ən uca nemət, əgər hidayət nemətidirsə, onu qorumursa, dəyərləndirmirsə, deməli bu insanın ağlında olan naqislikdən xəbər verir. Deməli bu qorunmadısa, dəyərləndirmədiksə, yəni insan bilsin ki, o nemət aradan qalxacaqdır. Və görürsən ki, sual da verilir bəzən, yəni biz vaxt var idi ki, təzə hidayətə gəldiyimiz zaman imanın şirinliyini, imanın ləzzətini hiss edirdik. Amma indi isə artıq qalmayıb. Və buna görə də İbn Qayyim rahimehullah buyurur ki, insan hidayətə gələn gündən nəfsinə qarşı, şeytana qarşı, dünyaya qarşı və havasına qarşı vuruşmağı davam etdirməzsə, sonunda fitrətində olan günahlarla qarşılaşacaqdır. Yəni o cahiliyyət dövründə vərdiş etdiyi günahlara qayıdacaqdır.